Salam. Bugün Dimin informatik ve test kitabından ağac informasiya modelinə aid olan testlərdən davamına baxaq. Baxaq 13-cü sual. 13-cü sualda deyir ki, A və F yaşayış məntəqələri arasındakı ən qısa yolun uzunluğunu müəyyən edin. Bu tip məsələlərdə və əlavə olaraq da qeyd edir ki, əgər hansısa xana boşdursa, o deməkdir ki, o məntəqələr arasında birbaşa yol yoxdur. Məsələn, burada AD məntəqəsi boşdursa, A və D arasında. Bu o demək ki, A ilə D arasında birbaşa yol yoxdur. Hansısa məntəqə və ya məntəqələrdən keçib, ora gəlmək olar. Baxaq davamına. Ən qısa yolu necə seçirik? Bizə lazımdır A-dan F-ə. Məsələ belə verir. Mümkün qədər az məntəqə, mümkün qədər də ən qısa yollarla davam edir. Burada bir neçə yol tapıb, o yollardan ən qısasını seçə bilərik. Bəzilərində görürük ki, rəqəm maksimaldır. Məsələn, içərisində ən böyük rəqəm 7-dir. 7 ilə davam etmək bizə çətinlik verər ki, məsələn, A-dan C-yə gedək, C-dən B-yə, B-dən mümkün yollar haradır? Y-yə, Y-dən F-ə. Həm məntəqə sayı çoxdur, həm də ki, artıq ən uzun yolları içərisində seçdim. Yəni, 7 ilə başlamağım burada problem yaradır. Ona görə çalışaq minimal rəqəm seçək. Bir də nə diqqətimizi cəlb edir? Fikir verirsinizsə, F sütununda və F sətrində, yəni F-in yalnız Y ilə əlaqəsi var. Yəni, Y-dən bilavasitə F-ə getmək olar. O yolun da uzunluğu 2-dir. İndi Y-yə ən qısa mən necə çata bilərəm? Baxıram ki, Y-yə ən qısa gəlib B-dən. Fikir verirsiniz B. B, Y kəsişməsi. B-dən ən qısa gəlibsə, bəs B-yə ən qısa A-dan necə çata bilərəm? Əslində baxıram ki, B ilə C arasındakı ədəd böyükdür. B ilə A arasında da ədəd var. Elədir 4. Bu elədir, bu cəm 7. Burada başdan da başlaya bilərsiniz. Baxa bilərsiniz ki, A-dan C-yə gedərəm, məsələn. Bu arada cavab A-dır, yəni 7. Burada 6 da var. Bizi şübhələndirə bilər ki, bundan minimal hal alına bilərmi? Onlar biraz praktika tələb eləyən bir şeylərdir. Yəni, bu testləri daha çox işlədikcə daha rahat görə biləcəksiniz. Buna əminəm. Baxaq, məsələn, deyək ki, soldan sağa gəlirik, yəni A-dan başlayırıq. A-dan baxıram ki, C-yə yol var, qısadır da, yəni B-yə olan yoldan qısadır. Amma sonra baxıram ki, C-dən Y-yə, baxaq, A-dan C-yə yol var 2. C-dən sonra hara yol var? Y-yə 4. Y-dən F-ə də bilirdik, yolun uzunluğu 2-dir. Baxırıq ki, burada cəm eləyir 8. Deməli, bu deyil. Siz birinci bunu hesablasaydınız, cavabı 8 götürsəz səhv alın. Siz bunda da şübhələnib, daha qısa yol varmı deyə baxa bilərsiniz. Bəzən olar ki, 3 məntəqə olar, yol ən qısa olmaz, amma 4 məntəqə olar, yol daha qısa olar. Belə hallarda ola bilir. Yəni, onlarda da diqqətli olun. Bu məsələdə tapdım, budur cavabı konkret demək olmur. Baxaq 14 nömrəli məsələyə. Deyir ki, A şəhərindən P şəhərinə, K şəhərindən keçmədən. Bu deməkdir ki, buradakı yollarda K şəhərindən istifadə etməyəcək. K şəhərinə gələn oxları da, belə deyək, silək. K şəhərindən çıxan oxları da silək. Və sanki bu hissə yox imiş kimi məsələmizə davam edir. Əvvəlki video izahında da verdiyim kimi, yenə təkrar bəzi hissələri deyəcəm. A-dan C-yə, C-yə yalnız bir dənə yol var deyə bura 1 yazıram. B-yə də yalnız bir yol var. D-yə isə həm A-dan, həm C-dən, həm B-dən yol var. 3-dür. Hərəsi də 1 olduğuna görə elədir 3.
Y-yə. S-yə bir yolla çata bilərəm, D-yə 3 yolla. Y-yə deməli, həm S-dən, həm D-dən gəldiyinə görə cəmi olur 4 yol. F-ə yalnız B-dən gəldiyimə görə 1 yol. G-yə baxırıq. Y-dən, D-dən və F-dən gəlmək olur. 4, 3, 1, elədi 8. H-a yalnız Y-dən gəldiyimizə görə 4. İ-yə yalnız F-dən gəldiyimizə görə 1. Baxın, J-yə 4 dənə ox gəlir. H-dan 4 gəlir, G-dən 8, elədi 12. F-dən gəldi, baxın bunu da itirməyək. F-dən gəldi 1, elədi 13. İ-dən də gəldi, elədi 14. Elə İ-dən və J-dən gəlmək olar. Fikir verin, belədir oxlar. 14, 1, eləyir 15. Baxaq M-ə. M-ə əslində K-dan da gəlmək olar. Biz K-dan keçməsin deyə bu yolu silmişik. Yalnız J-dən və L-dən qalır. 14, 15. M-ə neçə yol oldu? 29. M-ə 29-dur. N-ə neçədir? Yalnız M-dən gəldiyimizə görə 29. O-ya isə həm M-dən, həm L-dən gələ bilirik. 29 üstə gəl 15. 44. P-yə isə həm N-dən, həm O-dan gəldiyimizə görə 44 üstə gəl 29, 73. Y variantı. 15-ci sual. A şəhərindən P şəhərinə L-dən keçib M şəhərindən keçmərəm. Baxın, M-dən keçmirsə, M-ə gələn yolları sildim. M-dən keçmirsə, M-dən L-ə də gələ bilməzdən. Və burada bir şeyə də diqqət edin. M-dən keçmirsə, N-ə yalnız M-dən yol olduğuna görə buradan da keçə bilməz. Avtomatik buradan da keçə bilməz. Burada bir dənə də cümlə var. L şəhərindən keçmək. Baxın, bütün yollar L-dən çıxmalıdır axırda. Baxın, L-dən O-ya, O-dan P-yə, ya L-dən P-yə. L-dən K-ya yol yoxdur. K-dan elə var. Bu deməkdir ki, əgər bu yolla gəlsə, baxın, A, D, G, J, K, P, bu yol gəlsə L-dən keçməyəcək. Ona görə K-dan buradakı yolu ignor edirik ki, gəlib L-dən keçə bilsin. Yəni, buna da diqqət edin. Bundan sonra məsələni aydın qaydada həll edirik. B-yə bir yol var. D-yə bir yol var. C-yə 3 yol var. Y-yə 1 üstə gəl 3, 4 yol. G-yə 1 yol. F-ə 1, 3, 4, 8 yol. Aha, fikir verirsinizsə, M-ə gələn yol H-dan keçirdi. Biz H-a gələn yola da diqqət verməməliyik. Niyə? Çünki bu ox gəldi buradan. H-dan bir dənə çıxış var idi, o da M-ə gedirdi. Ona görə heç H-a gələn yollara da baxmağımıza ehtiyac yoxdur. Onu götürsəydi, heç nə, H-dan sonra yol yarımçıq qalacaq. Çünki M-ə gedə bilirdi, o da yoxdur. Ona görə bu yolda silə bilərik. Baxaq aşağı tərəfdə J-yə gələn yol bir dənə, I-yə gələn F və J-dən gəlirdi 9 yol, K-ya gələn təkcə J-dən gəldiyinə görə 1 yol, elə diqqət eləyək, I-dən və K-dan gəlir. Baxın burada 10 yol. L-dən O-ya neçə yol var? 10 yol. İndi P-yə nə qaldı? L-dən və O-dan gələ bilərik. 10 üstə gəl 10, yəni 20.